Şeyx, bir də bir qardaşın evlənmə məsələsində hansısa qardaşlar maraqlananda o qardaşın özü haqqında ya kimiz öz doğma qardaşı haqqında, ailəsi haqqında deməlisən bildiklərini, yəni ailə quracaq deyə o mən. Yox, bax, məsələn, adi mumeyyilər deyirlər ki, danışma azad. Yaxşı, biri gəlib səni evlənmək istəyir kimdənsə. Və ya kimsə gəlib qapısına, səndən gəlib soruşurlar, sən deməlisən. Tanıyırsansan deməlisən. Və ya biri gəlib sənin yanına ticarət eləmək istəyir kimdənsə. Deməlisən. Aydındır, deməlisən. Bu şeylərdə deyəsən deyirlər, demək olar. Amma dinə gələndə xavaric fikri, kimin xavaric fikirləri var zat, deyirlər, onda demə. Qardaşlıq pozulur. Ziddiyyat. Görürsən, ziddiyyatdır. Əgər o adam problemlidirsə, əlbəttə ki, demək lazımdır. Əgər görsən salamat qardaşdır, ticarət etmək bilirsənsə, allanmasın, bəli. Demək olar. Demək olar. Deməlisən, demək olar. Amma nəsiyyət eləsə, istəsə, deməlisən gərək. Necə yəni, ticarəti, nikahı demək olar, dini demək olmaz. Allah sənə